Yaxın Şərqlə müzakirəmizi davam etdiririk və son məlumatlara əsasən Qətər Müdafiə Nazirliyi ölkə ərazisinə edilən raket hücumunun qarşısının alındığını açıqlayıb. Bu barədə Krallığın Müdafiə Qurumunun bəyanatında deyilir, silahlı qüvvələr Qətərə qarşı yönəlmiş raket hücumunun qarşısını aldılar. Yəni, hazırda bir neçə dəqiqə bundan əvvəl yayılan məlumata əsasən bir daha deyə bilərik ki, Körfəz ölkələri yenidən hücum altındadır. Yenidən müəyyən qədər gərginliyin içindədirlər. Düzdür, səmanı qoruyurlar. Amerika Birləşmiş Ştatlarının hava müdafiə qüvvəsi, eyni zamanda Böyük Britaniyanın hava müdafiə qüvvəsi Körfəz ölkələrini qorumağa çalışır. Amma bu nə dərəcədə effektiv olur? Elə bunu müzakirə edəcəyik studiyamızda və qonağım siyasi şərhçi Məhəmməd Əsədullahzadədir. Məhəmməd müəllim, salam, xoş gəlmişsiniz. Salam, xoş gördük. Körfəz ölkələri İranın hücumlarına tab gətirəcək gücə sahibdirlərmi? Biz donanmanı ümumiyyətlə müzakirə etmirik, çünki Ərəb ölkələrinin dəniz donanması o qədər də güclü deyil, heç yox kimi bir şeydir. Amma hava müdafiə qüvvələri ən azından Amerika Birləşmiş Ştatları bir növ çətir kimi çıxış edirdi. Amma bu hücumlar göstərdi ki, heç də elə deyilmiş. Təbii ki, baş verən İsrail, ABŞ və İran müharibəsi Körfəz ölkələrin təhlükəsizliyini nə qədər ciddi təhdid etdiyini də göstərdi. Xüsusilə Amerika Birləşmiş Ştatları uzun illər məhz Körfəz ərəb ölkələrinin təhlükəsizliyinin təmini havada müdafiə sistemlərini qurmuşdu və təbii ki, bu da İrandan gələn təhlükəyə görə idi. Həmçinin İranın proksi qüvvələrinə, xüsusilə Yəməndən gələn təhlükələrə əsaslanırdı. Amma göründüyü kimi müharibənin baş verməsi, İranın ballistik və PUA-ların birbaşa ərəb ölkələrinə göndərməsi, orada ABŞ bazalarına hədəf alması, bunların nə qədər havada müdafiə sisteminin kövrək olduğunu, həmçinin onların artıq İranın hücumunda gərəkli hərbi qüvvəyə malik olmadığını, müdafiəsini və mühafizəsinin zəif olduğu üzrə çıxdı. Xüsusilə bir məsələni qeyd edim ki, bir neçə il bundan əvvəl Körfəz ərəb ölkələri və Səudiyyə Ərəbistanı koalisiya qüvvələri bilirsiniz ki, Yəməndə elə İranın proksi qüvvələr, Husilərə qarşı bunlar havadan və qurudan hərbi əməliyyatlara başladı. Orada Husiləri hakimiyyətdən devirməyə çalışırdı. Amma göründüyü kimi həmin Birləşmiş Ərəbdir, Qətərdir, Bəhreyn, Səudiyyə Ərəbistanı bunların havadan və qurudan olan qüvvələri Yəməndə Husilərə məğlub oldular. Xüsusilə quru qüvvələri. Yəni, bundan dərs götürməli idilər. Mən düşünürəm ki, artıq Yaxın Şərq ölkələrində yeni bir siyasi mərhələ başladı və onlar tamamilə əmin oldular ki, ABŞ-ın bu ölkələrə vəd etdiyi təhlükəsizlik çətiri heç də uğurlu deyil. İranla qarşı durmada bunlar məğlub olarlar. Yəni, göründüyü kimi hazırki məqamda İran tərəfi kifayət qədər Körfəz ərəb ölkələrinə çox ciddi şəkildə problemlər yaratdı. Hətta quru qoşunları ilə onları işğal edəcək potensiala da malikdir. Sabahları İran tərəfi Qətərə, Bəhreynə xüsusi təyinatlar çıxarsa, Körfəz ərəb ölkələri onlara qarşı müqavimət göstərəcəkmi? Göstərəcək, bunun nəticəsi nə ola bilər? Yəni, göründüyü kimi bu qədər çox ciddi böhranlı vəziyyətə gəlib Körfəz ərəb ölkələri. Yəni, artıq onları bundan sonra çox ciddi sınaqlar gözləyir və hansı ölkənin təhlükəsizlik çətirinə girmək, hansı ölkələrlə təhlükəsizlik və siyasi cəhətdən əməkdaşlıq təbii ki, onlar üçün prioritet olacaq. Çünki artıq ABŞ-ın bu müharibədə onlara ciddi şəkildə və onların havadan müdafiə sistemlərinin, strateji obyektlərin qorunmasında, həmçinin öz hərbi qüvvələrin yetərincə olmadığı aydın oldu və bu proseslər də, yəni bir növ İran da burada nəticə götürdü. İran sistemi, rejimi artıq yerindədir. Mən düşünmürəm ki, artıq onların bundan sonra devrilməsi mümkün ola bilər. Çünki kifayət qədər onların rejimin devrilməsi üçün Amerika kifayət qədər uzun müddətli müharibə aparmalıdır. Bu da ABŞ-ın, İsrailin də həm resurs, həmçinin siyasi cəhətdən bunların çökməsi də demək olar. Həmçinin Körfəz ərəb ölkələrin də İranla qarşı durmaya və yaxud onlara qarşı hərbi əməliyyatlara getməsi də bu ölkələrin də məğlubiyyətidir. Dediyim kimi, İran bir neçə desant qüvvələr
Bəhreyinə, Qətərə çıxarsa, təbii ki, buradakı sistemlərin çökməsinə də gətirib çıxara bilər. Nəzərə alaq ki, Bəhreyn də daha çox 90% şiələrdir. Bunlar daha çox İrana yaxın qüvvələrdir və İran da uzun illər bu ölkələrdə də potensial proksi agentura şəbəkəsi də yerləşdirib. Baxın, məsələn, təkcə İran tərəfi bu ölkələrdə Amerika bazasını vurmur. Deməli, otellərdə hərbiçilər olur və o hərbiçilər koordinatların, kəşfiyyat məlumatlarını kim verir və görürük ki, İran orada bahalı 20 mərtəbəli otelləri də vurur. Məlum olur ki, burada ABŞ hərbiçiləri var, ABŞ-ın kəşfiyyat qərargahı var. Yəni bu qədər bu ölkələrin havadan müdafiə sistemləri təhlükəsizlik ciddi təhdid altındadır və hesab edirəm ki, bundan sonra Körfəz ərəb ölkələri ya Rusiya ilə, ya Çinlə daha da təhlükəsizlik istiqamətində əməkdaşlıq həyata keçirəcəklər və yaxud Pakistan və Türkiyə ilə nüvə çətiri, xüsusilə Pakistanla bu məsələdə hərbi əməkdaşlıq edib nüvə çətiri qura bilərlər və bir məsələni də deyim ki, artıq Pakistan Hörmüz boğazına öz hərbi qüvvələrini göndərdi və oradan Pakistan neft tankerlərinin çıxışını da təhlükəsini təmin etdi və bu nə qədər Pakistanın regionda bir açar ölkə olduğunu, nə qədər güclü olduğunu bir növ Körfəz ölkələrinə də bir mesaj oldu. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi bildirib ki, Hörmüz boğazında yük gəmisi ehtimal edilən, lakin naməlum mərmi ilə vurulub. Sky News-un məlumatıdır. Elə bir neçə dəqiqə bundan əvvəl ictimailəşib. Məlumata görə gəmi zədələnib və kömək istəyib. Bütün heyətin təhlükəsizliyi təmin edilib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi bu məlumatı paylaşırsa, demək ki, Hörmüz boğazında təhlükə var. Xatırlayırsınızsa, ötən gün belə bir açıqlama var idi ki, Sepah rəsmi olaraq dedi ki, Hörmüz boğazından yalnız o ölkələr keçə bilər ki, onlar İsrailin və Amerika Birləşmiş Ştatlarının diplomatik nümayəndələrini, səfirlərini ölkəsindən qovsunlar və daha sonra Amerika Birləşmiş Ştatları dedi ki, yox, Hörmüz boğazı açıqdır, bütün gəmilər üçün keçid var, təmin olunur, amma İranda cavab olaraq biz həm daxı informasiya müharibəsindəyik, video görüntü yayımladı ki, Hörmüz bağlıdır və gəmilər, belə deyək, o tayda qalıblar. Baxın, Hörmüz boğazından siyasi məqsədlər üçün istifadə. Biz artıq beynəlxalq hüququn təmin olunmasını müzakirə etmirik, amma nə qədər təhlükəli ola bilər və bu Hörmüz boğazının bu qədər qapalı qalması nəyə xidmət edir? Təbii ki, Hörmüz boğazının bu günləri İran Sepah tərəfindən bağlı olması göründüyü kimi İran tərəfi bundan siyasi təzyiq aləti kimi də istifadə edir. Bir növ dünya iqtisadiyyatına zərbə vurmaq və region ölkələrini Amerika Birləşmiş Ştatlarına təzyiq edərək müharibənin dayandırılması üçün təşviq edir. Bilirsiniz, hazırda orada olan yük tanker gəmilərin çoxu Çin dilində müəyyən bir siqnallar ötürürlər və Çin gəmisi kimi Hörmüz boğazına keçməyə çalışırlar. Bilirsiniz, Hörmüz boğazı istiqamətində hər hansı bir tanker gedəndə mütləq şəkildə İran tərəfi Sepah bir mənalı şəkildə vurur və vuracaq da. Hətta Amerika Birləşmiş Ştatları oradakı Sepah qüvvələrinə qarşı da hərbi əməliyyatlar keçirməyə çalışır, amma bu Amerika üçün də risklidir və orada aviadaşıyıcı gəmilər də göndərə bilmir. Orada Xark adası var, əsasən İranın neft emalı və İran demək olar ki, iqtisadiyyatının 90% o adada cəmləşib. Amerika Birləşmiş Ştatları ora xüsusi təyinatlar göndərib oranı da tutmağa çalışır. Hörmüz boğazı dünya neft ixracının 20%-ni özündə ehtiva edir və kifayət qədər strateji bir yerdir. İran daima elan edirdi ki, əgər müharibə başlasa, Hörmüz boğazını bağlayacaq və həmin boğazın da minalanmasını da həyata keçirir. Amma hesab edirəm ki, əgər tamamilə bağlasa İran tərəfi, Amerika Birləşmiş Ştatları uzaqdan raketlərlə Hind okeanından Hörmüzün boğazındakı İran gəmilərinə və katerlərinə zərbələr vuracaq. Çünki
hazırda bağlıdır. İndi diplomatik danışıqlar gedir. Rusiyadır, Fransadır, Çindir. Bu müstəvidə İranla danışıqlar aparıblar. İndi bu konfidensial şəkildə bunu istisna etmirəm. Çünki Amerika prezidenti Donald Trump da ötən gün Rusiya prezidenti ilə danışdı. Amerikanın da əsas narahat edən əsas faktor məhz Hörmüz boğazının bağlı qalmasıdır. Təbii ki, beynəlxalq hüquq yoxdur. Bu günləri dövlətlər yalnız öz siyasi məqsədlərini həyata keçirmək üçün öz əllərində olan təzyiq rıçaqlarından istifadə edirlər. Hörmüz boğazı da uzun illər məhz İranın nəzarətindədir. Məhz Amerika Birləşmiş Ştatlarının da İrana hərbi müdaxiləsinin əsas planlarından biri də məhz Hörmüz boğazında azad naviqasiya çıxışını təmin etmək və buradakı boğazı öz nəzarətinə götürmək idi. Necə ki, Panama kanalını Amerika Birləşmiş Ştatları öz nəzarətinə götürdü. Həmçinin Çinə kifayət qədər müəyyən problemlər yaradan Sinqapurda Malakka kanalı var. Orada da dünya dəniz ticarət yolları kifayət qədər oradan keçir. Amerika da artıq oraya nəzarətə götürür. Yəni göründüyü kimi Amerika Birləşmiş Ştatları dünyanın əsas dəniz yollarına və dəhlizlərə nəzarət edərək yeni dünya siyasi nizamında öz mövqeyini daha da gücləndirməyə çalışır. Ona görə də Hörmüz boğazının bu qədər bağlı qalması məhz Amerika Birləşmiş Ştatlarının geosiyasi mövqeyinə də ciddi mənfi zərbədir. ABŞ-ın imicini zərbə vurur və bu da İranın nə qədər regional, bu regionda, Yaxın Şərq regionda, xüsusilə Körfəz regionunda əsas söz sahibi olduğunu da göstərir. Yəni, əgər Amerika Birləşmiş Ştatları Hörmüz boğazında məhz İranın qarşısını çəkiləcəksə, mən düşünürəm ki, İran daha da qabağa gedəcək və Amerika Birləşmiş Ştatlarına digər problemlər yaradacaq. Ona görə də İsrail ilə Amerika Birləşmiş Ştatları məhz boğazın tamamilə açılması, naviqasiyanın orada tam azad şəkildə həyata keçirilməsini təmin etməyə çalışacaq. İran da təklifləri qeyd edir ki, bir çox ölkələr ABŞ-ın və İsrailin konsullarını və diplomatlarını ölkədən qovsun, amma düşünürəm ki, buna heç bir ölkə getməyəcək. Çünki elə bilirsiniz, İran tərəfi də elə təkliflər verir ki, bu digər ölkələr tərəfindən də qəbul olunmayacaq. Həmçinin çünki niyə? Amerika Birləşmiş Ştatlarının da İrana qarşı eyni tələbləri var. Çünki ABŞ-ın İrana qarşı tələbləri real olmayan tələb. Bəli, real olmayandır, bir növ İranın kapitulyasiyası deməkdir. Və ona görə də Hörmüz boğazının hazırki vəziyyətdə qalması müəyyən perspektivdə gözlənir. Amma uzun müddətli düşünmürəm ki, gözlənilsin. Hazırda müharibə davam edir. Amerika Birləşmiş Ştatları, İsrail kifayət qədər İranın hərbi infrastrukturuna zərbə vurur. Hətta İran da İsrailə kifayət qədər zərbələr vurur. Bilirsiniz ki, ötən gecə də bu zərbələr davam edib. Təl-Əvivdə, Hayfada, həmçinin İsrailin bir çox strateji hərbi məntəqələri var. Hətta İsrailin əsas həm hərbi təyyarələrin naviqasiyasını təmin edən Peçlə əlaqəli böyük bir stansiyasını da məhv etdi İran tərəfi. Yəni düşünməyək ki, İran tərəfi zəifdir. Bəli, təqdim olunan deyil. Təqdim olunan deyil. Çünki bilirsiniz ki, 47 ildir ki, bu sistem asimetrik müharibəyə hazırlaşır. Müdafiə, hücuma o qədərdir müdafiə. Bunun kifayət qədər raket resursları var, kifayət qədər puaları da var. Həmçinin quru qüvvələri də güclüdür. Məhz İran da bir çox məsələdə çalışır ki, Amerika quru qüvvəsi göndərsin və quru qüvvələrlə, demək olar silahlı quru qoşunlarından... Amerika da bunu bilir. Amerika da bilir, çünki Əfqanistan senarisi var, Vietnam senarisi var, İraq senarisi var. Çünki yaxın şərdə Qərbin gəlib quru əməliyyatlar aparması bunlara çox baha başa gəlir. Coğrafiya ən azından belə deyil. Coğrafiya, həmçinin İran dağlıq ölkədir. Həm cənub istiqamətində quru səhralar var, qərb istiqamətində Zaqros, İraq istiqamətində, həm Əfqanistan istiqamətində də uzun quru səhralar var. Məsələn, İranın şimalına, cənubuna təyyarənə 2,5 saata getmək olur. Yəni, bu qədər böyük əraziyə malik, çətin relyefə malik burada Amerika Birləşmiş Ştatları məğlub ola bilər. Yalnız indi Amerika Birləşmiş Ştatlarının sistemi
sökdürmək və İranı əldən salmaq üçün onun neft obyektlərini, strateji məntəqələrini vurur, Xarq adasını ələ keçirməyə çalışır. Amma Xarq adasını ələ keçirsə, bu kifayət qədər quru müharibəsi, dəniz müharibəsi. Çünki Sepah və İran silahlı qüvvələr hücum çəkəcəklər. Oradakı ABŞ əskərlərinə yenidən müharibə yeni fazaya keçə bilər. Müharibə daha da alovlana bilər. Bu senarində Amerika Birləşmiş Ştatları və İsrail bilir. Amma bir məsələni deyim, artıq atəşkəslə bağlı da müəyyən konfidensial danışıqlar gedir. Məsələn, Rusiya Təhlükəsizlik Şurasının katibi İsraillə danışdı, İranla danışdı. Ondan əvvəl Amerika Birləşmiş Ştatları ilə danışıqlar olub, Putinlə Tramp danışırdı və göründüyü kimi Amerika Birləşmiş Ştatları müəyyən təkliflərini yenə İran tərəfinə verib. Görünür, İran tərəfi bunu qəbul etmir. Çünki İranda Amerika Birləşmiş Ştatları hesablamadı. Bunlar hesab etdilər ki, İran ali dini rəhbərini biz aradan götürəcəyik, xalq ayağa qalxacaq və xalq hakimiyyəti ələ alacaq. Məsələn, İsrailin baş naziri Binyamin Netanyahu bir neçə dəfə elan etdi ki, biz işimiz görürük, xalq ayağa qalsın. Amma İsrail orada mülki infrastrukturunu, Tehranı qara süstüyə bürüyəndə, Qızlar məktəbi vurulanda təbii ki, xalq ayağa qalxmayacaq. Onlar İran xalqı... Yəni, informasiya var ki, İranın özü vurub bu məktəbi. İndi istənilən halda, yəqin ki, düzünü, ən yaxşısını özləri bilirlər. Özləri bilirlər, bəli. Məhəmməd bəy, Robert Kaplanyanın dünən Foreign Affairs-da bir məqaləsi dərc olunub və orta ölçülü müharibələr adlanır bu məqalə. Onun özü də qeyd edir ki, Karl von Clausewitzin qısa müddətli müharibələr nəzəriyyəsi ilə bu səhv salınmamalıdır heç bir formada. Sözüm onda yox, sualım ondan ibarətdir ki, deyəsən bu dəfəki, qeyd olunur ki, ən azından, deyəsən bu dəfəki müharibə planlaşdırılan, proqnoz olunan kimi getmədi və artıq 12 gündən çoxdur ki, bu müharibə davam edir. Necə düşünürsünüz, daha nə qədər tərəflər tab gətirə biləcəklər? Bilirsiniz, Amerika Birləşmiş Ştatları İraqa girəndə də yadımdadır, onlar martın 20-si İraqa müdaxilə elədilər, 2003-cü il idi və aprelin ortalarında İraqı rejimi devrə bildilər. Əfqanistanda da həmçinin. İndi 12 gündür müharibə gedir və burada rejimi devirmək əlbəttə ki, çətindir. İran nə İraqdır, nə Əfqanistandır, nə də Venezueladır. Trump səhvə yol verdi, hesab edirdi ki, Venezuela sinərəsini İranda tətbiq edəcək. Amma İranın tamamilə idarə etmə sistemi tamam başqadır. Məsələn, orada Sepah İslam İnqilabı Keçirlər Qvardiyası prezidentə tabi deyil. Prezident administrasiyası tam başqa, dini ali lider, İran silahlı qüvvələri tam başqa, ittəlat var. Həmçinin onlar siyasi sistemi piramida şəklində, idarə etməni piramida şəklində qurublar. Məsələn, Xorasanda, həmçinin və yaxud Xuzistanda, Şərqi Azərbaycan Ostanında Sepah komandirlərinə tamamilə müstəqil qərar vermə səlahiyyətləri verilib. Yəni, sistem əgər Sepahın Tehrandakı baş qərargahı vurulursa, komandanı vurulursa, yenə də Xuzistanda, Əhvazda Sepah komandirləri özləri sərbəst şəkildə hərbi əməliyyatlar keçirəcəklər və sistemi elə qurublar. Sabahları Amerika bir neçəsini də komandiri vuranda onları əvəz eləyən komandirlər olur. Məhz elə bir Xamney getdi, ikinci Xamney gəldi. Yəni, Amerika istəyirdi ki, rejimi dəyişsin, amma göründüyü kimi oğul Xamneyni artıq İran ali dini rəhbəri oldu və bu Amerika Birləşmiş Ştatlarına İranın, xüsusilə Sepahın psixoloji siyasi təzyiq edir. Yəni, birinci məqamda İran ABŞ üzərində Xamneyni ali rəhbər gətirməklə psixoloji siyasi üstünlüyü qəbul elədi və bir daha göstərdi ki, İranda rejim yerindədir, güclüdür, dayanıqlıdır və müqaviməti davam etdirəcək senari budur. Ona görə də İranın, İsrailin və ABŞ-ın planları demək olar ki, birinci etapda sıradan çıxıb. Sadəcə olaraq Amerika Birləşmiş Ştatları bununla özünü qalib hesab edəcək ki, İranın nüvə sisteminin strateji obyektlərinə, raket bazaların hazırlamasına və digər hərbi zavodlarını sıradan çıxartım İran özünə gələ bilməyəcək. Belə özünü qalib hesab edəcək. Amma rejimi
dəyişmədi. Amma hədəf rejimi dəyişmək idi. Dediyim kimi rejimi dəyişmək üçün aylarla müharibə lazımdır. Bəli, rejimi dəyişmək o qədər asan bir proses deyil. Amerikada seçkilər yaxınlaşır. Bu Trumpın demək olar ki, aralıq seçkilərində partiyası məğlubiyyəti və növbəti mərhələdə respublikaçıların tamamilə siyasi iflası ola bilər. Bəli, yəqin ki, elə məhz buna görə də açıqlama verib ki, müharibə bitə bilər. Və bir məsələyə də toxunaq. ABŞ-nin qarşısında kifayət qədər xeyli sayda planlar və məqsədlər var. Meksikadakı kartellərə qarşı ediləcək hücum, Venezuelada post-Maduro dövrü, Delsi Rodriguezlə orada münasibətləri bir növ tənzimləməyə çalışırlar. Çinlə iqtisadi münasibətlər, digər tərəfdən Hörmüz boğazını qorumalıdır, Şimali Koreya ilə münasibətlər və s. Nə qədər vəsait ayıra bilər daha Amerika Birləşmiş Ştatları bu müharibəyə, yoxsa tez bir zamanda Trumpın da dediyi kimi bir həftədə olmasa yaxın bir müddətdə bitəcək? Mən düşünürəm ki, ayın axırına qədər bunlar masa arxasında oturacaqlar. İran da özünü qalib hesab edəcək. İran necə özünü qalib hesab edəcək ki, biz Amerika gəlmiş, İsrail gəlmiş bizi dəyişməyə, xalqı da ayağa qaldırsın, bu mümkün olmadı. Biz yerimizdə yeni ali lider var, xalq da bizi dəstəkləyir, meydanlarda görürük. İndi meydanlara 100 min də çıxsa, 100 nəfər də çıxsa görürük ki, hazırki situasiyada məhz xalq sistemi dəstəkləyir. Bir nəfər də çıxsa bu belədir. Amma hazırki müharibədə rejim əleyhinə hər hansı 12 gündə biz etiraz aksiyasının şahidi olmadı. Etnik kimliklərə də güvənirlər, bu da alınmadı. Bu da alınmadı. Kürdləri çox çalışdılar ki, Şimali İraqdan quru əməliyyata keçirsin. Kürdlər, çünki Suriya senarisi var, deyirək, çünki Amerika Birləşmiş Ştatları daima onları istifadə edib. Hətta onlar tarixi də nəzərə 1946-cı ildə Məhəbbat Kürd Muxtar Respublikası olub. O vaxtı da Qərb İngilislər Tehrana satdılar. Yəni, yerləşkən liderləri də yox idi, bu fakt da var. Həm də Türkiyə faktoru var, Türkiyə qoymadı bu məsələdə. Düşünürəm ki, İran deyəcək ki, mən yerimdə qaldım. Mən qalibəm. Amerikada deyəcək ki, mən İranı zəiflətdim, Xamneyini aradan götürdüm, mən qalibəm. Amma indiki vəziyyətdə bunlar atəşkəsə getsə, bu kövrək olacaq, yeni müharibəyə hazırlaşmaq olacaq. Məsələ budur. Amma İranı bu vəziyyətdə buraxmaq region üçün təhlükəli olacaq. Məhəmməd müəllim, çox sağ olun, təşəkkür edirəm. Studiyamıza gəldi, suallarımızı cavablandırdınız və vurğulayım ki, qonağım siyasi şərhçi Məhəmməd Əsədullahzadə idi. Biz onunla birlikdə İran müharibəsini müzakirə etdik.